Qorxursan, elə deyilmi? Bilinməyəndən, qaranlıqdan, torpağın altına girməkdən və bir daha heç vaxt geri dönməməkdən qorxursan. İnsanların çoxu ölümü bir son zənn edir. Hekayənin bitdiyi, işıqların söndüyü o son nöqtə. Amma sənə bir sir verimmi? Bəlkə də həyatın ən böyük sirrini. Şeyxüləkbər İbnül Ərəbi buyurur ki, ölüm yoxluq deyil, ölüm ruhun bədən zindanından azad olub öz həqiqi vətəninə qayıtmasıdır. Ölüm qürbətdən evə dönüşdür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, insanlar yuxudadır, öldükləri zaman oyanarlar. Bir anlıq dayan və düşün. Sənin indi real həyat dediyin, əllərinlə toxunduğun, gözlərinlə gördüyün bu dünya ya sadəcə uzun bir yuxudursa, ya sən əslində hələ oyanmamısansa, ölüm anı səhər günəşinin pərdədən içəri süzüldüyü o oyanış anıdır. Gözlərini bu dünyada yumduğun an əsl gözlərin açılacaq. O an pərdələr qalxacaq. O an ruhun üzərindəki o ağır palçıq paltarını, yəni bədəni çıxarıb atacaq. Və sonra o pərdənin arxasında səni nə gözləyir? Ruh bədəndən çıxanda hara gedir? Onu kimlər qarşılayır? Orada zaman varmı? Orada səs varmı? Bugün bu səfərdə ölümün soyuq üzünə deyil, onun arxasındakı işıqlı həqiqətə səyahət edəcəyik. Gəl əvvəlcə o andan danışaq, ayrılıq anından. İbn Ərəbi deyir ki, insan ruhu bədənlə elə sıx bağlıdır ki, onu özü zənn edir. Sən mən deyəndə əlini, üzünü, bədənini düşünürsən. Halbuki sən o bədən deyilsən. Sən o bədənin içindəki sürücüsən. Ölüm mələyi gəldiyi zaman o sadəcə bir əmanəti kəhvil almağa gəlir. İbn Ərəbi Fütuhat-ı Məkkiyyədə çox incə bir məqama toxunur. Deyir ki, ölüm mələyi hər kəsə eyni surətdə gəlməz. O, sənin qəlbinin aynasıdır. Əgər sən bu dünyada Allaha aşiq, insanlara mərhəmətli, qəlbi təmiz bir insan olmusansa, ölüm mələyi sənə ən gözəl dost, ən nurani bir sevgili kimi görünər. Onun gəlişi səni qorxutmaz, əksinə həsrətlə gözlədiyin bir dəvət kimi olar. O sənə deyər, qorxma, ey Allahın dostu, zindan qapısı açıldı, uçmaq vaxtıdır. Amma əgər sən bütün ömrünü maddiyata, pula, nəfsinə bağlamısansa, ruhun bədənə yapışıb qalıbsa, bax o zaman ayrılıq çətin olar. Təsəvvür et ki, tikanlı bir budağı yundan ayırmağa çalışırsan. Nəfs dünyadan ayrılmaq istəməz, evim deyə qışqırar, pulum deyə ağlayar. Amma İbn Ərəbi deyir ki, bu ağrı Allahın cəzası deyil. Bu ağrı ruhun öz yükündən qurtulma sancısıdır. Allah səni sevdiyi üçün o yükləri səndən zorla da olsa alar ki, yüngülləşəsən. Bu dünyada hər gecə yuxuya gedəndə əslində kiçik ölümü dadırsan. Hər səhər oyanmaq dirilməyin məşqidir. Bəs niyə böyük oyanışdan qorxursan? Ruh bədəndən çıxanda ilk hiss etdiyi şey heyrətamiz bir yüngüllükdür. Ağrı yoxdur, xəstəlik yoxdur, qocalıq yoxdur. Sən artıq zamansız və məkansızsan. İndi gəlirik ən vacib sirrə. Məzarda və bərzəx aləmində sən tək olmayacaqsan. İbn Ərəbi bizə təcəssümü əmal həqiqətini öyrədir. Bu nə deməkdir? Bu dünyada etdiyin heç bir şey yox olub getmir. Söylədiyin bir xoş söz, etdiyin bir dua, qıldığın namaz, yetimin başına çəkdiyin sığal, bunlar bu dünyada sadəcə hərəkət idi, gözə görünmürdü. Amma pərdə qalxan kimi o tərəfdə bu əməllər canlı varlığa çevrilir. İbn Ərəbi deyir ki, əgər sən dünyada insanların eybini örtdünsə, o əməl axirətdə səni qoruyan ağ bir bulut kimi başının üzərində olar. Əgər sən insanların qəlbini qırdınsa, o qırıq qəlblər orada vəhşi heyvanlar kimi sənin üzərinə gələr. Düşün, qaranlıq məzardasan. Birdən yanıma nurani, çox gözəl qoxulu, siması ay kimi parlayan bir gənc gəlir. Sən heyrətlə soruşursan, sən kimsən, mən sənin kimi gözəl üz görmədim. O gülümsəyərək deyər, mən sənin gecələr qıldığın namazam, mən sənin verdiyin gizli sədəqəyəm, mən sənin bağışladığın günahlaram. Bugün qiyamətə qədər sənin yoldaşın mənəm. Nə qədər böyük bir müjdədir, elə deyilmi?
Amma əksi də var. İbn Ərəbi xəbərdarlıq edir. Qeybət orada insanın ətini yeyən bir varlığa dönər. Həsəd içini yandıran bir oda dönər. Cəhənnəm odu kənardan gələn bir od deyil. O od insanın bu dünyadan özü ilə apardığı oddur. Sən özünlə nə aparırsan? Çamadanında nə var? Yalnız sevgi, yalnız mərhəmət, yalnız iman. Bunlar sənin oradakı ən yaxın dostların olacaq. Ruh bədəndən çıxdı. Əməlləri ilə qarşılaşdı. Bəs indi hardadır? Bura bərzəx aləmidir. İbn Ərəbi bərzəxi xəyal aləmi adlandırır. Amma diqqət et, bu yalan demək deyil. Bu, mənaların surət qazandığı yer deməkdir. Bərzəxi anlamaq üçün ana bətnini düşün. Uşaq ana bətnindəykən, orası onun üçün bütün dünyadır. O, kənardakı günəşi, ağacları, ulduzları təsəvvür edə bilməz. Əgər ona desəydin ki, çöldə nəhəngi bir dünya var, o buna inanmazdı. Doğuş, uşağın o dar dünyadan çıxıb daha geniş bir dünyaya keçməsidir. Ağrılıdır, amma zəruridir. Ölüm də məhz belə bir doğuşdur. Dünya birinci bətindir, bərzəx ikinci və daha geniş dünyadır. İbn Ərəbi deyir ki, dünya bərzəxə görə bir üzük halqası qədər kiçikdir. Bərzəx isə axirətə görə bir nöqtə kimidir. Bərzəx aləmində fizika qanunları yoxdur. Orada sənin istəyin yaradılış səbəbidir. Əgər ruhun azaddırsa, bir anda istədiyin yerdə ola bilərsən. Cənnət bağçaları əslində bərzəxdə başlayır. Möminlərin ruhları orada görüşürlər. İbn Ərəbi buyurur ki, ruhlar quşlar kimi yaşıl ağacların budaqlarında söhbət edərlər. Onlar dünyadakı yaxınlarını izləyərlər. Sənin onlara göndərdiyin bir fatihə, bir dua, bərzəx aləmində onlara hədiyyə paketləri kimi, nur tabaqları kimi təqdim edilər. Onlar sevinərlər, dünyadakı oğlum, qızım məni xatırladı, deyərlər. Amma o ruhlar ki, dünyada Allahı unudublar, onlar bərzəxdə yuxulu kimi dolaşarlar. Onlar hələ də öldüklərini anlamaz, dünya malı üçün narahat olarlar, dükanım necə oldu, pulumu kim yedi deyə istirab çəkərlər. Bax, ən böyük azab budur. Həqiqət aləmində olub, hələ də yalan aləminin dərdini çəkmək. Bərzəxdə zaman necədir? Burada 1000 il keçər, orada bir gün kimi olar. Və ya əksinə, zaman sənin hisslərinə bağlıdır. Xoşbəxt olduğun an necə surətlə keçirsə, bərzəxdəki gözəl ruhlar üçün qiyamətə qədər olan vaxt bir səhər yuxusu kimi gəlib keçər. İbn Ərəbi bizə öyrədir ki, ruhlar orada dərəcə-dərəcədir. Bəzi ruhlar səyyahdır, onlar sərbəstdirlər, Məkkəni, Mədinəni, sevdiklərini ziyarət edərlər. Bəzi ruhlar isə həbsdədir. Onlar öz borclarının, öz günahlarının, bağışlamadıkları insanların girovudur. Sənə vacib bir sual verirəm. Bugün kiminlə küsüsən? Kimin haqqı üzərində qalıb? Kimi bağışlaya bilmirsən? Bugün elə indi onları bağışla. Çünki İbn Ərəbi deyir ki, üzərində haqq olan ruh bərzəxdə uça bilməz. O, haqq sahibinə zəncirlənər. Özünü o zəncirlərdən azad et. Azad et ki, o sonsuzluq aləmində ruhun səmanın ən yüksək qatlarına, illiyuna yüksəlsin. Bərzəx qorxulu bir yer deyil, bərzəx bir gözləmə salonudur və o salonda sən tək olmayacaqsan. Peyğəmbərlər, ovliyalar, salih insanlar hamısı o aləmdədir. Sənin ruhun kimə yaxındırsa, onunla bərabər olacaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub, insan axirətdə sevdiyi ilə bərabərdir. Sən kimi sevirsən? Qəlbin kimin yanındadır? Bax, gedəcəyin yer də məhz orasıdır. Səfərimizin sonuna, ən uca məqama gəlirik. Cənnət nədir? Köşklər, çaylar, meyvələr, bunlar gözəldir. Amma ariflər üçün, İbn Ərəbi kimi aşiqlər üçün cənnət bunlar deyil. Əsl cənnət Rəbbin cəmalını seyr etməkdir. İbn Ərəbi deyir, bütün ləzzətlər Allahı görməyin ləzzəti yanında bir heçdir. O gün pərdələr tamamilə qalxacaq. Allah quluna, salam olsun sənə, ey mənim razı olduğum qulum, deyəcək. O salamın səsini eşitmək, o anın ləzzətini təsəvvür edə bilirsənmi? Bütün dünya əzabları, bütün xəstəliklər, bütün itkilər o bir anlıq salam sözü ilə yuyulub gedəcək. Allah İbn Ərəbinin dili ilə bizə səslənir.
Mən sizin qorxacağınız bir cəllad deyiləm. Mən sizin Rəbbinizəm, sevgilinizəm. Mənə tərəf gəlin. Qorxu ilə yox, sevgi ilə gəlin. Ölüm, aşiqin məşuqa, sevgilinin sevgilisinə qovuşmasıdır. Əgər sən Allahı sevirsənsə, ölüm sənin üçün toy bayramdır. Gördük ki, qaranlıq zənn etdiyimiz yer əslində işığın mənbəyidir. Gördük ki, son zənn etdiyimiz yer əslində başlanğıçdır. Artıq ölümdən qorxma. Qorxursansa, hazırlıqsız olmaqdan qorx. Qorxursansa, qəlbindəki kindən qorx. Bu gündən etibarən hər gecə yatağına girəndə düşün, bu gecə bərzəxə gedə bilərəm, yüküm yüngüldürmü? Gəl İbn Ərədinin bu duasıyla videomuzu bitirək. İlahi, bizi sənə qovuşmaq arzusu ilə yaşat. Ölüm anında üzümüzü ağ, qəlbimizi sakit et. Bizi qəbrin qaranlığında tək qoyma, əməllərimizi bizə nur eylə, bizi sevdiyinə, Həbibinə qonşu eylə. Bu video sənə mənəvi rahatlıq verdisə, onu sadəcə özündə saxlama, paylaş ki, başqalarının da qorxusu ümidə dönsün. Kanalımıza abunə ol, çünki bu mənəvi səfərimiz hələ yeni başlayır. Fikirlərini, hisslərini rəylərdə yaz. Sənin hər sözün bizim üçün dəyərlidir. Ölümün bir son deyil, möhtəşəm bir oyanış olduğunu heç vaxt unutma. Hələlik, oyanacağımız o böyük günə qədər Allaha əmanət ol.